Salam aleykum, əziz bacı və qardaşlarım. Sizinlə yenə gözəl, əxlaqlı olmaq haqqında danışacağıq. Gözəl əxlaq deyərkən, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm haqqında danışmasaq, çox böyük səhv edərik. O, əxlaqın ən üstün səviyyəsidir. Allah Taala Qur'an-ı Kərimdə belə duyurur. Həqiqətən də sən böyük əxlaq sahibisən. Uca Allah onu özümüzə nümunə götürməyimizi əmr edir. Əhzab surəsində. Allahın elçisi sizlərə, Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir. O, sallallahu aleyhi və səlləm, insanların ən gözəl əxlaqla sahib olanı idi. O, gözəl əxlaqı tamamlamaq üçün göndərildiyini görə, müsəlmanlar gözəl əxlaqı ondan öyrənməlidir. Onun əxlaqını ən yaxşı təsvir edənlərdən biri, həyat yoldaşı Həzrəti Ayşə radiyallahu anha olmuşdu. Ondan Peyğəmbərin əxlaqı haqqında soruşduqda belə cavab vermişdi. Onun əxlaqı Qur'an idi. Yəni, Qur'anın əmr etdiyi hər bir gözəl xüsusiyyət onun xarakterində canlanmışdı. Həzrəti Ənəs bin Malik radiyallahu an 10 il boyunca Peyğəmbərin xidmətində durmuş və onun səbrini belə xatırlatmışdı. Mən 10 il Allah Rəsuluna xidmət etdim. Vallahi, mənə bir dəfə də olsun uf belə demədi. Etdiyim bir işə görə, niyə belə etdin? Etmədiyim bir işə görə isə, gərək belə edərdin demədi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm hər kəsə qarşı mehriban idi və heç kimi incitməzdi. Allah Rəsulu nə özü pis söz danışar, nə də başqasından gələn pisliyə eynisiyle cavab verərdi. Əksinə, bağışlayar və keçərdi. Onun mərhəməti təkcə insanları deyil, bütün canlıları əhatə edirdi. Mərhəmətli olanlara Rəhman, Allah mərhəmət edər. Siz yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin. O, əxlaqın təməlinin ailədən başladığını vurğulayırdı. Sizin ən xeyirliniz, ailəsi üçün ən xeyirli olanınızdır. Mən də ailəm üçün sizin aranızda ən xeyirli olanınızam. Gəlin biz bunu burada bitirək, yoxsa bu video çox uzun olacaq. Gözəl əxlaqın üstünlükləri. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm gözəl əxlaqın üstünlükləri haqqında belə demişdir. Əxlaqı gözəl olan mömin, imanı ən güclü olandır. Qiyamət günündə möminin tərəzisində ən ağır gələcək şey gözəl əxlaqdır. O, cənnətə aparan iki xüsusun, Allaha qarşı gəlməkdən çəkinmək və gözəl əxlaq olduğunu buyurmuşdu. Gözəl əxlaqlı olmaq insana bunları qazandırar. Həzrəti Peyğəmbər bir möminin gözəl əxlaqı sayəsində gündüz oruç tutub, gecə namaz qılanların dərəcəsinə yüksələcəyini bildirmişdi. Gözəl əxlaqlı kimsəyə cənnətin ən yüksək yerində bir köşk verilər. Allahın və Rəsulunun ən çox sevdiyi kimsələr gözəl əxlaqlı olanlardır və onlar qiyamət günündə Həzrəti Peyğəmbərə ən yaxın yerdə olacaqdı. Bu günlük bu qədər. Gəlin hər birimiz gözəl əxlaqlı olmaq üçün kiçik bir addım ataq. Allaha əmanət olun. Salam aleykum.